Evinizdə cem qalıb yeyilmirsə, onu bu şəkildə dəyərləndirə bilərsiniz. Pambıq kimi yumuşaq, ucuz başa gələn bir piroq hazırlayın. İlk olaraq bir qaba 4 ədəd yumurta, 1 çimdik duz, 100 qram şəkər tozu, yəni 4 xörək qaşığı və 1 paket vanil əlavə edib mikserlə ağarıb köpüklənənə qədər yaxşıca çırpırıq. Kütləmiz hazır olduqdan sonra üzərinə 3 xörək qaşığı duru yağ əlavə edib bu dəfə mikserlə yox, çırpıcı ilə yaxşıca qarışdırırıq. Növbə quru ərzaqlardadır. 150 qram unu ələkdən keçiririk. Üzərinə 1 çay qaşığı qabartma tozu əlavə edib xəmirin havasını söndürmədən ehtiyatla qarışdırırıq. Hazır olan xəmiri yağlı kağız sərilmiş soba listinə bərabər şəkildə yayırıq. Qeyd edim ki, soba listimin ölçüsü 40-ın 35-ədir və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada cəmi 15 dəqiqəyə bişiririk. Biskvitimiz bişdikdən sonra onu tam soyuduruq. Soyuyan biskviti ortadan 2 bərabər hissəyə bölürük. Beləliklə 2 ədəd zərif korj alınır. Arasına bolca alma cemi çəkirik. İkinci qatı da üzərinə qoyub eyni qayda ilə üst hissəsini də cemləyirik. Və son toxunuş olaraq da üzərini kokos qırıntıları ilə bəzəyirik. Piroqu yarım saat və yaxud da 40 dəqiqə saxlayın ki, özünü tutsun, daha sonra kəsə bilərsiniz. Və budur, nəticə göz qabağındadır. Baxın, cəmi bir neçə dəqiqə əvvəl soyuducuda kənarda qalan o sadə alma cemi indi möhtəşəm bir desertin ulduzuna çevrildi. Bu resept həm büdcə dostudur, həm də çox praktikdir. Qonağınız gələndə və ya ürəyiniz şirniyyat istəyəndə evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz ən gözəl seçimdir. Dəyərli izləyicilərim, əgər siz də israfı sevmirsinizsə və az xərclə möcüzələr yaratmağı xoşlayırsınızsa, bu videonu mütləq bəyənin. Və hələ də kanalıma abunə deyilsinizsə, elə indi abunə olun ki, hər dəfə paylaşdığım bu cür praktik və ləzzətli sirləri qaçırmayasınız. Zəng işarəsini də açın ki, bildirişlər sizə dərhal çatsın. İzlədiyiniz üçün təşəkkür edirəm. Süfrəniz hər zaman ruzulu, bərəkətli olsun. Gələn videolarda görüşənədək inşallah. Hələlik.